Salam Ramazan bəy, xoş gördük. Təşəkkür edirəm ki, razılıq verdin səni video çəkməyə. Salam. Ramazan bəy, dostlar qeyd edim ki, əvvəlki videoları baxmayanlar üçün qeyd edim ki, Ramazan bəy əslən İrandandır, İran Azərbaycanlısıdır. Bir müddətdir burada yaşayır, özü həkimdir. İranın traktor klubunun həkimi olub. Hal-hazırda burada həkim kimi çalışmaq üçün oxuyur. İnşallah ümid edirik ki, tezliklə cavab alacaq və başlayacaq oxumağa, işləməyə. Ramazan bəy bura işçi vizası ilə gəlib də, düzdür Ramazan bəy? Ramazan bəy, soruşum səndən, burada bax, gəlmə adam üçün yaşamaq, yəni bizim coğrafiyadan gələn adamlar üçün yaşamaq necədir? Çətindir, yoxsa yox? Yəni gəlmələr üçün. Ümumən. Yox, burada o cür çətinlik yoxdur. Əlbəttə adamlar fərqlər bir-birindən. Amma üstə yox, bura qabaqki videoda da dedim, doğrudan da yaxşı yerdir, yaxşı ölkədir. Ehtiram edirlər adamı ərziş verirlər. İnsana ehtiram qoyurlar hər ləhazdan. Bir dənə misal verim. Məsələn, şayət Fransada, Almanda, amma siz Almaniya deyirsiniz da. Oralarda bəzi yerdə görürsən bir dənə hecablı xanımı universitetə qoymurlar gəlir. Amma burada hətta Basingada da icazə verirlər ki, bunun o cür istəyir bir dənə müsəlman, o cür hicabla gəlir keçir Basingaya. Yəni belə azad qoyublar milləti. Doğrudan mənə çox təəccüb gəlir. Yəni bunlar belə insana ərziş verirlər. Hər ləhazda, birinin hər etiqadında, hər nə cür söz o cür keçirir. Amma zatlar da var, bəzi yasaqlar da var ki, o da ki, gərək bir-birinin haqqını aparmayasan, ehtiramını saxlayasan, sən də onlara ehtiram saxlayasan, onlar nə cür gedir, onların qanunu ilə, onların ölkələrinin rivalı ilə gedəsən. Təbii, bunların qanununa hörmət eləməyəsən. Biz, Ramazan bəy, bax, burada nə qədər öyrənsək də, nə qədər bilsək də, illahdan da ən çox, əsasən, təzə gələn vaxtlarda bu dil problemi yaşanılır da. Yəni dili mükəmməl bilməyə bilərsən və s. və ilə axır. Bu problemdirmi? Yəni buna görə sən dili bilmirsən deyənə Norveçdə sənin üçün problemdirmi? Sənin üçün deyəndə ümumən də, yəni gəlmə adam üçün problem olurmu? Buna sənə yuxarıdan aşağı baxılırmı? Yəni insanlar biraz sən dili bilmirsən deyənə biraz hörmətsizlik eləyirmi? Belə şeylər olur? Yox, əsla o cür bir şey yoxdur. Adamın özünə görə bir çətinliklər var. Məsələn, mən istəyirəm bir dənə ürək sözünü bir yerdə deyəm. Məsələn, gedirəm bir dənə butikə bir şey almağa, çox tez deyə bilmirəm ki, filan şeyi istəyirəm mən. Amma o adamın özünə çətinliyi var. Amma bunlar, Norveççilər heç vaxt sənə ayrı gözlə baxırlar ki, çox da köməkli eləyirlər. Yəni, baxıb görsənlər ki, sən danışa bilmirsən, çox rahatdırlar ki, sən soruşasan, mən baş tapmadım, bir də bir günə düşünmədim, bir də mənə tövzih verginə, izah eləginə. Ona görə çətinlik bunların tərəfindən yoxdur, adamın özünə bir çətinlik var. Hətta bunlar çox, məsələn, maraqlıdırlar ki, məsələn, görürlər ki, sən bir şeyi bilmirsən, elə bu cür, bir ki, səndən məsələn bir ayrı intizarları ola, səndən məsələn pul, manat nəzərləri ola, para nəzərləri ola, sənə gəlirlər, öyrədirlər. Özləri, məsələn, çox yerdə bu cür bunlar deyərlər, frivili deyərlər, yəni müftə, pulsuz. Məsələn, bilirlər ki, sən bilmirsən, məsələn, danışmaq başarmısan, Norveçləni elə bilmirsən, bunlar gəlirlər, məsələn, bir dənə bir pensionist adam, yəni pensionist ona deyir ki, biri elə bir müəllim idi, ya bu işdə var idi ki, 30 il, 35 il işləyəndən sonra da bekar. Pensioner, yəni bizdə ona pensioner deyirlər, ki, bilsinlər deyirlər. Adamlar çoxlu maraqlıdırlar ki, gəlirlər təzə gələnlərə, elə bu cür örgədələr, ürəkləri istəyir. Ona görə burada dil bilməmək bunların nəzərindən
bir problem deyil. Sıxıntı deyil yəni. Sıxıntı deyil. Fəqət adam özünə sıxıntıdır. Məsələn, mən istəyəm gedən bir yerə, istəyəm bu ürək sözünü deyə bilmirəm. Onda da çox, bunlar o qədər hövsələləri var, vaxt verirlər. Sən telefonu aşkınan, onu tərcümə eləcəkən, öz dilindən başa düş, onu de ora, yaz ora, bu ChatGPT tərcümə eləsin, görsət deyəm, mən məsələn bunu istəyirəm. Mənim nəzərim budur. Onlar da çox ittifaqən buna qarşı deyirlər onu. Dostlar, bu arada kanala abunə olmağı sizdən xahiş edirik. Əgər fikirləriniz, suallarınız varsa, aşağıda öz fikirlərinizi şərh bölümündə qeyd edə bilərsiniz, yaza bilərsiniz. Videonu bəyəndinizsə, like düyməsini sıxmağı unutmayın. Buna görə biz sizə minnətdar olacağıq. Dili oxuyursunuz, düzdür? Nə yerdədir? O məsələ nə yerdədir? Bir dənə izah verərdin, zəhmət olmasa. Burada biz o məktəbə ki gedirik, hala biz mədrəsə deyərik. Məktəb, hə. Məktəb. Bu çoxlu zad üçündür. Bu ayrı ölkədən gələnlər ki, sinniləri yuxarıdır. Sinni aşağıları ilə yollayırlar öz məktəblərə. Sinni yəni səviyyə. Yaşıdır, yaşı aşağı. Yaşı, yaşı. Yaşı aşağı olanlar, məsələn, 16-17-dən aşağıları ilə yollayırlar öz məktəblərə. Adi məktəblərə. Amma məsələn bizlər ki, bu cür böyüyük, bizləri özlərinin bir dənə mədrəsələri, məktəblər var, adına deyirlər Giver. Ora, biz də gedib orada əvvəldə adımızı yazdıq, oxuduq, hala bir il bizatda gedirik biz də ora. Orada da səviyyədir. Biz məsələn A-dir, A1-dir, A1-dir, A2-dir, A2 özü neçə səviyyədir, sonra B1-dir, B2-dir. Ələn indi biz B2-deyik. Bizim üçün işimiz həkimlikdir və adamların canına görə işləyirik də. Cavabdehlik var da. Ona görə biz gərək B2 həddində bilək. Amma bəzi işlər var. Məsələn, bir istəyir gedə restoranda işləyər, butikdə işləyər, onlara B1 görər. Yetərlidir. B1 onları görər. Əsasən B1-lərdir, amma həkim işinə B2 tələb olunur. Həkimdir, pərəstar biz deyərik, sekreterlərə siz nə deyirsiniz? Tibb bacısı. Tibb bacısı. Onlardır, bunlar həttəmən gərək tibb işçisi. Mühəndis deyərlər. İnjener, mühəndis. Mühəndis gərək B2 olanlar ki, məsələn, bilikləri çox olanda, yuxarı səthdə olar, cavab deyərlər. O, biraz cavabdehliyi yüksək olan işlərdir deyənə, onlara B2 tələb olunur da, ha? Belə. Ramazan bəy, bəs burada bu hökumət deməzdim. Yəni burada iş sistemi necədir? Misal üçün bürokratiya var burada ya yoxdur? Burada necədir? Misal üçün bir kağız verdin, bir ərizə verdin, bir təşkilata nəyə? Tez cavab verirlər, gec cavab verirlər. İş sistemi necədir? Valla buranın deyə biləm, şayət 2 dənə eybi olsa bu ölkənin, Norveçin, bu məmləkətin, 2 eybi olsa biri elə bu məsələdir, bu problemdir. Yəni? Çox yavaşdılar işlərində, çox yavaşdılar. Bir dənə misal ki, verirəm, məsələn, sən istəyirsən gedəsən bankdan kart alasın. İranda gedirdim, sən deyirsən, bəli, buyur, oturursan orada, deyirsən, mən istəyirəm bir dənə bankdan kart açam, təzə kart açam. Deyirlər, adın nədir, nömrən nədir, pərşin nömrən nədir, biz kodunu deyərik də, milli kodun nədir. Elə onu deyirsən, orada vurur, bir dəyə var, 2 dəyə sonra orada çap eləyir, verir sənə, xoş gəldin. Burada fəqət o iş 2 ay, 3 ay vaxt aparır. 2-3 ay vaxt aparır, sənə kart gəlsin. İşləri çox bu barədə Ləngidir yəni. Ləngidir. Ya məsələn, əlan mən ki buradayam, burada olmağıma görə biz gərək ildə bir dənə zad edək. O kartımızı ki, burada iqamət kartımızı təzələyək. Ona görə 12 ay, 13 ay, əlan mən bir ildir o işə
bunlara namə vermişəm, kağız vermişəm ki, mən istəyirəm ki, yenə təzələyəm bu kartımı, hələ gəlib çıxmayıbdır. Bizim bir ayrı yenə işimiz vardı ki, biz bu mədrəkimiz, bu həkimlik mədrəkimiz elə təxmən yox, elə çoxları o cürdür. Bir də ki, mən çox İranlılardan xəbərim var da, o dostlarımızdan ki, qrupda varıq, hamısı da deyir. İndi o müddəti aparıblar 20 ay eləyiblər. Allah Allah. 2 ilə yaxın. Birinin görür ki, o möhləti burada azalır. Birdən biri baxa görə ki, möhlətindən, mənim möhlətimdən 3 ay qalır. Mən gedim, başlayım, təzədən mənə kağız versinlər. 20 aydan sonra gələcək. Ona görə indi o adam, quşlu başlı adam odur ki, bundan xəbəri ola, 20 ay qalandan gedə bu... Yəni bu qədər ləng görürlər bu işdə, tələsmirlər. Əlan indi bu ay sonu, mən indi iş götürə bilmirəm da. Yəni vaxtın bitib, kağızı vermisən, Kağızı vermişəm, cavab yoxdur. güdürəm ki, hələ bunlardan cavab çıxsın. Allah Allah. Ona görə o barədə bunların hala biz eybi bilirik da, İrana baxanda bunlara bir eybi bilirik ki, baba belə bir zaman aparmaz ki bu işlər. Hər dəfə də zəng vurursan, narahat olurlar. Ya məsələn, mesaj yolluyorsan, narahat olurlar. Deyirlər, biz öz işimizdəyik, sən də növbədəsən. Növbədəsən, əcələ eləmə, tələsmə. Ona görə bizə bir böyük problem olur. Yəni bir günlük, 2 günlük işi 20 aya həll edirlər. Allah Allah. Allah köməyiniz olsun. Dostlar, bu arada kanalımıza abunə olun, zəhmət olmasa. Fikirlərinizi bildirin. Bəyəndinizsə videonu şərh düyməsini sıxmağı unutmayın. Suallarınız varsa suallarınızı verin.